Salam əziz Dodo sevərlər, hər birinizi salamlayırıq. Bu günləri bizim əzizimiz Professor Əbilfəz Rəcəblinin evində qonağıq. Əbilfəz müəllim, sizin zəhmətiniz dövlətimiz üçün misilsizdir. 50-dən artıq kitabınız var. Bizim faktiki olarak Dodo redaksiyası. 50 değil. Bəli, 63'tü bildiğim kadar, yoksa 59'du. Bilin dəqiq bir... 70. kitabı vermişəm dərmiyindədir. Ne güzel, çok güzel, təbrik ederim. 69 kitab, 69 kitab burada İngiliz dilinə aiddir. Mənim kitablarım Talış dilinə, İngiliz dilinə, Azərbaycan dilinə, nəzəriyyəyə, tarixə, etnografiya, ümumiyyətlə elm sahəsi qalmıyor ki, o sahaya kitab həsil edərik. Çox sağ olun, minnətdarıq bu kitablar üçün. Biz də öz fikrimizi bildirik. Gələk ki, görmüşsən, Talış diləm. Dili fəlsəfəsi kitabı görmüşsən. Yox, görməmişim, sizdə baxarıq ona. Əzizlərim, əziz Dodo sevərlər, Talış dilinin leksikasını artıq biz yanvar ayından başlamışıq qəzetimizdə verməyə. Yəni, bunu silsilə Talış dili qrammatikası rubrikasında Əbilfəz Rəcəblinin kitabı haqqında burada geniş məlumat verib, bir çox şeylərə toxunulur və bunu sizlərin hər dəfə Talış dili qrammatikası rubrikasında oxuya biləcəksiniz. Mənim neçə müddət idi bu Talış dilinin leksikası haqqında kitabı? Neçə ilə yazdınız bu kitabı? Nə qədər yazmışım? Nə qədər vaxtda? Mən uzun müddət kitab yaza vermirəm. Bu nə qədər oldu məsələn? Təxminən 3 aya. 3 aya. Onda belə çıxır ki, bizim gələn ilə həm morfologiyamız, həm də sintaksisimiz hazır olacaq. Amma yox, morfologiya ilin axırına yazar. Ancaq morfologiya bu ilin axırına, gələn il üçündə inşallah. Gələn il leksikanı yazacaq. Əzizlər, sintaksisi, əzizlər, Dodo sevərlər. Demək, onda mənim Talış dilinə aid 5 kitabım olacaq. Bəli. Talışlar və Talış dili, Talış dili fonetikası, Talışlar və Talış dili, Talış dili fonetikası, Talış dili morfologiyası, Talış dili sintaksisi. 2 kitabımız qalır. Bu fonetika kitabıdır. Əbilfəz Rəcəbli bunu bizim üçün 2009-cu ildə eləyib, amma ondan öncələr, bir neçə illər öncə 1992-ci ildə qısaca da olsa şagirdlər üçün lüğət kitabını meydana qoymuşdu, ortalığa qoymuşdu və keçən illəri isə hədiyyə etdi redaksiyaya 2023-cü Talışlar və Talış dili kitabı və bu kitabı bəli, redaksiyamıza 2023-cü ildə bir də Talış dilinin leksikası. Bilirsiniz ki, Rıza Əliyev yazmışdı bu barədə qısaca olaraq. Mən istəyirəm ki, Talış dilçiliyin əsasını qoyum. Bəli. Talış dilçiliyi yoxdur, sən bilirsən. Dili yox, dilçiliyi yoxdur. Türkologiya var, Azərbaycan dilçiliyi var, nəzəri dilçiliyi var. Talış dilçiliyi yoxdur. Mən istəyirəm ki, 5 kitabla Talış dilçiliyin əsasını qoyum. Talış və Talış dili, Talış dili fonetikası, Talış dili leksiyası, Talış dili morfologiyası, Talış dili sintaksisi. Ondan qalanı Talışların işi, düzdür. Talışlar məndən xoşları gəlməyir, sənə demişəm onu, güzgüyə baxma məsələsi. Bəli, bir gözəl cümlə demişdi, güzgüyə baxmıram ki, Talış görərəm. Bu Əbilfəz müəllimin gözəl bir atalar sözüdür. Kapıda dedim. Daima işe getmirəm, çoxdan. Artıq evdəsiniz, bu il işə çıxmamısınız, elə mi professor? Niyə? Bu il getməmişəm. Getməyəcəyim də. Bəli. Mən istədim, mənim məsləhətçi professor təyin eləsinlər. Dedilər, yox. Onda baş elm işçi. Dedilər, yox. Aparıcı elm işçi. Mən də rektora ərizə yazdım. Aparıcı elm işçi işləmək məsul təhqirdir. Amma Türkologiya bağlı gör neçə kitab. Sentyabrdan getməmişəm. Amma evdə zaten işləyirsiniz, professor. Evdə işləyirsiniz. Sizin çoxlu kitablar, əsərləriniz var bu dəqiqə. Stolumun üstündə Talışın morfologiyasını yazdım. Necə çatdırırsınız bunu? Necə çatdırırsınız? Bəli. Gözüm imkan vermir iradə. Apres elətdirmişəm bilirsən də. Bəli.
6-7 sətir yazıram, gözümün içi qaşınır. Ha, olmaz. Üstü yox. İçidə. Mən işləyə bilmirəm. Özünüzə biraz diqqət Əgər edin. əvvəlki kimi işləsəydim, talış dilim martda, apreldə qutarardı. Morfologiyanı. İşləyə bilmirəm. Mənim də sizdən qabaq öncələrdə yazıblar, mənim əlimdə kitablar var. Əbəs Sadıqzadənin qrammatika kitabı. Ondan sonra Fəxrəddin Abbaszadənin qrammatika kitabı. Onlar haqqında nə deyə bilərsiniz? Əvəzin bir kitabı var, talış dilinin qrammatika Bəli, işləmişəm. bəli. 127 səhifədir. Aha. Mənim tarix, mesela dilçilikdə ən az səhifəli leksikadır. 190 səhifə. Bəli. Həzərim əvəzin qrammatikası O balaca bir qısadır bəli. 127 səhifədir. Nə yazılır içində? Heç söz yoxdur. İndi ikisi yazılır. Bir başqası da ondan sonra Fəxrəddindən əvvəl. bəli. Orada morfologiya 125 səhifədir. Hı -hı. Demək, əvvəlin kitabında 60 iki dəfə artırırlar. Hı -hı. Əvvəlin kitabında sintaksisi 67 səhifədir. İndi bu kitabda 95 səhifədir. Təxminən yarım dəfə artırırlar. Özündə əvvəlin kitabı oxuyanda düzdür, mən əvvəl elmlər doktordur, mən əvvəlcə alim hesab eləmirəm. Amma hər halda vardı. Sənin yadıma gəlir, dedim ki, orada mənim 2 kitabım var, əvvəlin qrammatikası var, Lənkəranda dərs keçə bilərlər, yadıma gəlir. Bəli, bəli. Amma təzə yazıblar 236 səhifədir. Bəli. Onun 6 səhifəsi cəvəngiyyatdır, 9 səhifəsi fonetikadır, 125 səhifəsi morfologiyadır, 95 səhifəsi də sintaksisdir. Bu kitab dəhşətdir. Bilmirəm, bunlar talış dili bilmirlər, ya nədir, talış dili, talışa ilə qələti eləmək istər. Əsər deyil o. Nəyə görə deyirsiniz? Dillə, sözlərdə problem var, yoxsa necə müəllim? Sözlərdə problem var, yoxsa necə? Sözlərdə, qrammatik quruluşda, ümumiyyətlə onu araya çatma düzgün deyil. Ümumiyyətlə, mən indi onu onsuz da araya çatamayacaq, tökülür. Bunun Azərbaycan dili variantını da sizə çatdıra bilərəm. Azərbaycan dili Yox, də var. lazım deyil. Bəli. Mən səndən onu niyə görəcəm? Mən sənə dediyim yadında qalıb gəldi. Dedim ki, mən bilmək istəyirəm ki, filoloji təsiri olmayanla qrammatikanı necə yazırlar. Onlardan bir elmlər doktorudur, filologiya. İkincisi deyəsən, tarix ya fəlsəfi də namizəddir, köhnə ilə deyirəm. Mən bilsəydim ki, bunlar tarixçə yazırlar, sən onu hardansa tapmışsan, mən səndən onu istəməm. Mənə də veriblər. Mənim Əlirza Əliyev, rəhmətli Əlirza Əliyevin də leksika kitabı var. Ona necə baxır? Sizdə var mı o kitab? Əlirza Əliyevin də leksika kitabı var. Kimi? Əlirza Əliyev, rəhmətli Əlirza Əliyev. Əlizanın? Bəli, bəli. Əlizanın tarixində kitabı yox. Var, leksika kitabı Azərbaycan dilində. Ha, bir dənə var. Bir dənə vardı. Ha, bir dənə var. Bilirsiniz? Tək deyil. Bəli. 2 nəfər yazıblar, 80 səhifədir. Bəli, mənim. Bilirsiniz, o kitablardan mən... Çalışırımın leksikası, məndə 190 səhifə. Bilirsiniz, səhifələrdən getmir söhbət. Mənim üçün bir baş redaktor olaraq dildə axsayanda, yəni mənim sualım olanda, bəzi kitablar var, düzdür, siz bu kitabda məsələn üçün qeyd eləmişsiniz, minnətdaram sizə. Bunun 14 səhifəsini açdım, oxuyursan, o sizin dediyiniz kimi, burada bir tarixdir. Talış alimlərinin tarixləri, kim kimə nə dedi, kim kimdən nə soruşdu. Mənə lazım olan şeylər haradasa bunun ortasında əlifbanın nəzəriyyəsi, əlifba niyə yazılır, niyə ü olmaz, burada biraz onu tapa bildim. Qalan kitablar siz dediyiniz kimi bir çox cəfəngiyatı yazılır, amma əsas qrammatik qaydaları, nəyi necə eləmək lazımdır, onlar yoxdur. Mən inanıram ki, sizdə morfologiyada, sintaksisdə və bu kitabları sonda biz bir yerdə, məsələn üçün, bu fonetikadır, bu leksikadır, morfologiya və sintaks 4 kitabın birlikdə, axırda hamısını birlikdə, mən bir Dodo MMC adından onu çap eləyərəm sizə. O kişi icazə versə, bəli, o möhlət verər inşallah. Əzizlərim, bir də nəzərinizə çatdırıram ki, bu illərin may ayının 6-sında Əbilfəz müəllimin 89 yaşı tamam olur. Əbilfəz müəllim gələn ilin mayında isə 90 illiyini qeyd edəcək. O zamana qədər də necə özü dedi ki,
O kişi mühlet verirse biz 90 illiyi güzel şekilde redaksiya adından söz verim keçireceğiz ve üstə gəldə bizim Talış dili qrammatika kitabını təqdimatını eləyəcək. Sizin işığınızda, sizin... Mən axırıncı orada olanda kafede de uşaqlara dedim, uşaqlar da olar mən. Bəli, bəli. Sizin yazdığım bəsdir. Mən öz xalqımızda bir şey eləməliyəm. Bəli. Çox. Ona görə ikisi var. Dil 4 hissədən ibarətdir. Fonetika, leksiya, morfologiya, sintaksis. Bəli. Əgər o kişi mənə möhlət versin, mən o ikisini də yazarım. Onlar çox vacibdir, müəllim. Bilirsinizmi, mən də söz verirəm ki, düzdür, sizi qədər bilmirəm, gizlətmirəm. Mən pantanla düşmüşəm, amma gördüyüm işlər demişsiniz, siz də, o sizin dediyiniz yer var, mənə deyirsiniz, gedginən elmi adığı algını. Ora necə sayılır? Hansı idarə sayyanlı işgiri deyirsiniz ora? Məni hara göndərirsiniz? Deyirsiniz, onun adı necə gedir? Kızım sen şəhəri tanıyırsan. Yo, o tanımır. Bildim, vaktan... Bak mesela hardadır. Bəli. Üniversitetle Dilçi Əliyyatmaya İnstitut'da. Onun arası içeriye küçe gedir. O küçeyle gelirse Qala divarına sökənir küçe. Küçe değil, dalan kimi verir. Sol tarafta baktı. Baksavet tərəfdə. Yok. Akademiya tərəfə gedir. Onda orada. Baksavetdən çıxırsa, metroda, Baksavet gəlir, sonra İqtisad Üniversitesi gəlir, sonra Əlyazmana İnstitutu. İqtisad Üniversitesi'nde Əlyazmana İnstitutu arasında içeri divarlara tərəf gedirsə, sol tərəfdə vaxtdır orada. Bildim harada, anladım. Çox gözəl əzlərim, tamaşaçılar, Əbülfəz müəllim, professor mənə məsləhət bilir ki, ora gedim. O vaxtın Azərbaycan dilində adı necə gedir, adı? Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası. Mənim neçə illərdir ki, professor mənə məsləhət bilir ki, gördüyüm işləri və kitabları götürüm və ora gedim ki, Ali Attestat Komissiyası. Yox kitablar və apar ora. Bəli. Görsenin ne değiller. Bəli, ki getməliyəm ora. Doktor adı verə bilməzlər sənə, namizəd verə bilərlər. Olsun. Buna çalışırım. Yox, namizəd pensiya çıxanda 300 manat üstünə gəlir. Məndə 500 manat gəlir. Nə gözəl, nə gözəl. Namizədlərdə 300 manat. Əbülfəz müəllim, bax bu qədər zəhmət çəkirsiniz, haqqınızı halal eləyin. Təşəkkür edirəm. Redaksiya adından, redaksiya heyəti adından sizə təşəkkür edirəm. Minnətlər. Sizin özünüz də redaksiya heyətində var. Redaksiya heyəti adından bilən təşəkkürüm var bu arada. Bizimki başqadır. Burada mən də dodadım. Bağda bir dənə var. 80 illiyi üçün. Mən də sizə inşallah Dodo redaksiyası adından bir 90 illik yubileyinizə bir gözəl təbriknamə hazırlayacağım. Gücüm ona çatır. İndi üstüne thank you very much. Thank you. Veselbe. Çalışı bulutamından. İşte Zoom'la da yapacağım. Gere. İndi bu işləri görürsünüz. Bizlər də axtarırıq. Burada mənim də borcum o idi ki, silsilə qrammatika bitiriləndən sonra keçmiş müəlliflərin yazdığı qrammatika kitabını silsilə verdim rubrikada. 6-cı səhifə Dodo qəzetinin. İndi isə Talış dili qrammatikası, Əbülfəz Rəcəbinin Talış dilinin leksikası kitabını burada, amma tərcümə edirəm, Talış dilində verirəm. Əbülfəz müəllim kitabı Azərbaycan dilində yazır və orada da kim istəsə gəlib yaxınlaşıb oxuya bilər. Bizim redaksiya, mənim gördüyüm işlərə nə arzularınız var Əbülfəz müəllim? Mən burada xəbəri yoxdur. Yox, mənə nə arzu edirsən bu qəzetə, mənə? Mən sənə arzu edirəm ki, nəvələrin də oynayasın. Çox sağ ol, minnətdarım. Nəvə yoxdur. Amin, bəli, çox sağ ol. Allah hər kəsə nəsib eləsin. Dünən ikisi gəlmişdi, nəvə kişi uşaqlar gəlmişdi. Elə bütün dünyanı verim nəvələ. Allah var eləsin. Allah sizə canınıza dəyməsin. Azərbaycanımız üçün professor, misilsiz zəhmətiniz var. Azərbaycan dili, türkologiya haqqında gözəl elmi əsərləriniz var. Çox sağ olun. Bir də sizə bütün bu xalq adından da təşəkkür edirəm ki, bu kitabları da meydana qoyub öz xalqın üçün də nəsə etdim. Qiymət verən yoxdur.
Mən bacardığımı öz payıma qiymət verirəm. Sizi bu axıl yaşınızda gəlib yoxlayıram. Buna da şükür eləyirəm ki, mən də gəlib sizə axtara bilirəm relasiya adından. Elə də, nəinki Azərbaycanda, post-sovet eşitmirsən, Bəli. hətta nəinki post-sovet sahəsində, hətta Avropada, Amerikada mənlə müqayisə ediləcək dil yoxdur. Bəli, müəllim. Çox təəssüf. Mən elə bizim rektora da elə yazmışdım. Bilmirəm, o deyib, ya dekan deyib, noyabr ayının birində idi deyəsən. Nərmin, Kürəkəni, Emin, böyük oğlum gəlmişdi, mən burada oturmuşdum, Nərmin burada, Kürəkən burada, oğlan da orada. Deyirlər, universitetdə deyirlər ki, çıxsın işdən. Bu qovma deməkdir. Niyə? Niyə belə eləyirlər? Yox, mən orada yazmışdım, dedim sənə. Bəli, bəli. Mən 61 il o kafede işləmişəm. Ümumi Dilçi kafedəsində. 3 ildə oranın müdürü olmuşam. Kitablarımı da yazmışım. Onda 69 kitabdır. 69 kitabdır. 1443 çox verək sən bilirsən. Bəli. Dünyada hələ minə çatan yoxdur. Yoxdur. Bizə Adil Babayev var, Dillər Universitetində. 17 cild bıraxıb, cəmi 600 çap vərəqidir. Məndə 1443. 1443. Allah ömür versin. Bu iki kitabı da sintaksisində, morfologiyanda başa vuraq, keçsin, onda olacaq deyim də sən 1600, 1700 olacaq. Adını 600 çap vərəqi, 17 çap, cilddir. Məndə onda 2 dəfə yarım çoxdur. Mənim əvəzlərin xadimatım yoxdur. Niyə vermirlər? Bir dənə kitabı olmayanlar, heç kitabı olmayanlar prezident təqaüdü verir. Prezident təqaüdü nə qədərdir? 1500 verir, mənim yox oldu. Akademiyanın nəinki həqiqi, heç müxbir üzvü də deyiləm. Ümumiyyətlə heç də yox oldu. Muxtar müəllimə deyirindəysə, mən iynə kimi bir şeyəm. İynə məsələn, hamını bəzər, özünüz gətir, işitmirsən də. İynənin tərifi vardır. Hamını bəzər, özünüz gətir. Mən də elədir. Azərbaycanda elə adam tapmasan ki, mənim kitablarımdan göstərmədən istifadə eləmişsinlər. Tələbələr hamısı istifadə edir. Alimlər də. Ağamız Axund o, akademikdir. Onun Ümid Dilçi kitabını 2-3 mövzusunu mən yazmışam. Nizami Cəfərovun mənim haqqımda 2 məqaləsi var, ikisini də mən yazmışam. Ümid elə adam yoxdur ki, mənim orada işində barmağım olmaz. Elə adam yoxdur. Universitetdə də, Slavyan Universitetində var. Universitetdə, Dillər Universitetində, Tibb Universitetində, Akademiyada, hamısında mənim, əsərlərdə mənim barmağım var. Barmağım var, onu bilsələr elədir. Mənim heç bir cümləsinə belə ehtiyacım yox. Nəyimə lazımdır onlar üçün. Çox təəssüf ki, niyə bu dəyəri vermirlər? Sizcə, niyə belə hörmətsiz yanaşıblar, müəllim? Niyə dəyər verməyiblər? 2 şeylə izah eləmiyorlar. Mən çox təkəbbürlüyəm. İkincisi bəs? Çox təbii, heç kimi saymıram. 100 illikdə məndən yuxarıda adam yox idi ki, prezident təqaüdü verilsin. Mənə təqaüd verməyib, məndən kiçik adamlara, kitab olmayan adamlara prezident təqaüdü verir. Halbuki bilirdi. Bilirdi, mən infarktda keçirmişəm, insultda keçirmişəm, şəkərim var, təzyiqim var, Birinci təkəbbürlüsü, ikincisi bəs? İkincisi sən kimilər? Mən kimi, yəni Talışlı. talış olduğumuz üçün. Düz. Talış. Millətimiz talış olduğu üçün. Onu da bilirlər. Talışlar. Talış olduğunuz üçün qabağa gedə bilmirsiniz. Çox qəribə şeydir.
Niye? Bizim günahımız nedir ki? Şovinizmdir o. Bizim günahımız Ben- nedir ki Allah bizi Evet. talış Ben edir? milletler arasında fark koymuram. Mən də qoymuram. Çünki xosal qoydu. Sənə demişəm, məndən kiçik uşaqlar tarix içində bilmir. Mən babamın öyrənmişəm. Mənim babam kimi dünyada baba yoxdur. Və siz Berabulda böyümüsünüz. Babanızın adı nə idi? Heydər. Siz babayla böyümüsünüz. Hə? Talış dilini ondan mı öyrəndin? Tarix uşağında məktəbə gedənə qədər onun yanında oldu. Talış dilini orada öyrəndin. Kızım, atamın anamın məndən əvvəl 6 uşağı ölüb. Allah rəhmət etsin. Mən anadan olanda mənim babama veriblər, aldadıblar. O kişini aldada bilmirlər ki, onu aldatmaq olmaz. Ona görə mən sağ qalmışam. Məndən sonra 4 uşağım, 4'ü də sağ qalıb. Şükür Rəbbə, şükür, şükür. Məndən küçüyü Qəzənfəri tanıyırsan. Hə. Ondan küçüyü Akif'dir. Akif'dən küçüyü Sevir bacımdır. Sevirdən küçüyü Rəşədədir. Rəşədət də 2 il əvvəl öldü. Allah ölənlərə qəli rəhmət. Mənim bu morfologiya kitabında olacaq yazır. Mənim talış dilində bilgim uşaqlıdır. Məktəbə gedənə qədər 2 bölgüdür. Bilirəm müəllim, mən onu bilirəm. Çıx o yazımdan. Bu neçə səhifədir müəllim? Bu 850 səhifədir, bu da 752 səhifə. Nə gözəl. Dilin fəlsəfəsi. Birinci cilik, dilin fəlsəfəsi. Birinci, ikinci. Bu da ikincisidir. Azərbaycan dili. Bizim Bunu məndən başqa heç kim yaza bilməz. Nə Azərbaycanda, hələ mən nə razıyam, yoxsa işləmiş, işləyirəm. 23-cü ildə bu kitabı çıxardım. Mənim xəbərim var idi bu kitabdan. Bir dəfə başqa o biri verişlərimizdə 850 səhifədir. İstifadə olunan ədəbiyyatlar, nə gözəl. Çox gözəl müəllim. 850 səhifə. 2 kitabdır. İstəyən müraciət edə bilər Əbülfəzl Rəcəbliyə. Məndən başqa bunu heç kim yaza bilməz. Professor Hərdən zarafatla deyirəm, Bəli. deyirəm ki, mən hansı xalq bu kitabları yazsaydım, Moskvada universitet qabağında Lomona sənətə qoyardım. heykəlini qoyarlar. Düzdür müəllim. Sizin İstəmirəm, mən Yox, xələs deyiləm. sağlıqda sizə lazımi dəyər verilsəydi, prezident təqaüdü və oradakı elmi adınız yetərli idi, lazım deyil, heç kimə bir lazım deyil. Müəllim, sizi çox incitdi. Başqa nə əlavə etmək istəyərdiniz ki, xatirələrdə qalsın, insanlara nə çatdırmaq istəyərdiniz? Nə? Efir qabağında nə çatdırmaq istəyərdiniz insanlara? Oxucular var. Bəli, bəli. Elədir, biraz yaxşı düşməyəcək, elmlə məşğul olmasınlar. Biraz, mənə Nizamın qardaşı oldu, mənim aspirantımdır. Ona demişəm. Əgər adam kimi yaşamaq istəyirsənsə, Nizamiyə oxşa. Əgər elmlə məşğul olmaq istəyirsən, mənə oxşa. Bəli. Elmə qiymət vermirlər. Bəli, biz də düz deyək tamaşaçılar. Deyirəm də, bu kitabı heç kim yaza bilmir. Çox sağ olun. Var olun. Əziz tamaşaçılar, bu günləri biz bizim türkoloq alimimiz Professor Əbülfəz Rəcəblinin evində idik və onunla geniş söhbətlər apardıq. Bizə aid olan suallarımızı verdik, cavablarımızı aldıq. Qısaca sizlərə nə lazımsa onları çatdıracaq. İndi də hər birinizə təşəkkür edirəm. Var olasınız, vaxt ayırıb bizlərə baxdınız. Sonra da biz professorla xatirə şəkilləri çəkəcək. Xoşça qalın, Allah'a amanında.